Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebine Muhammedin ve ala alihi ve men istenne bi sünnetihi ila yevmiddin. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana inneke entel alimul hakim. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Deməli qardaşlar, biz Şeyx Rabi rahimehullahın risaləsini oxumağa davam edirik. Əqidədə və ittibada, yəni Peyğəmbər sallallahu aleyhi ve səlləmə tabiçiliyi haqqında olan hədislər toplumu olan kitabçadır. Şeyx rahimehullah gətirir ki, Əl-Hədisü Səni, ikinci hədis, Fadlu Aqidəti Təvhid. İkinci hədisdə söhbət gedir nə? Tövhid əqidəsinin fəziləti. Hədis Ubadət ibn Samit radiyallahu anhudan gəlir. Ubadət ibn Samit, qardaşlarım, Hicrətin 32-ci ilə vəfat edib. Hicrətin 32-ci ilə vəfat edib. Kim deyə bilər? Bundan əvvəlki hədis hansı sahabədən gəlmişdi? Rivayət eləyən kim idi hədisi? Muaz ibn Cəbəl gedmişdi Yəmənə. Əhsən, İbn Abbas. Neçədə vəfat edib İbn Abbas? İbn Abbas 68. Muaz ibn Cəbəl 18-ci ilə vəfat edib. Neçə il yaşayıb? Əhsən, 38 il. Ubadət ibn Samit radiyallahu anhu Hicrətin 32-ci vəfat edib. Və buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə dedi. Mən şəhidə ən la ilahə illallah vəhdəhu la şərikə ləh və ənə Muhammədən abduhu və rasuluhu və ənə İsə abdullahi və rasuluhu və kəlmətuhu əlqahə ilə Məryəmə və ruhun minhu vəl cənnətə haqqun və nərə haqqun ədxələhullahul cənnətə ələ mə kənə minəl əməl. Ubadət ibn Samitdir ki, Muhammed sallallahu aleyhi və səlləm belə dedi. Kim şəhadət versə ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, o təkdir, onun heç bir şəriki yoxdur və Muhammed sallallahu aleyhi və səlləm Allahın qulu və rasuludur və şahidlik etsə ki, İsa Allahın quludur və rasuludur, Allahın kəlməsidir, onu anasına göndərib, anasına atıb göndərib və ruhun minhu, ondan olan bir ruhdur, yəni yaratdığı ruhlardan bir ruhdur, Şeyx Rabi gətirəcək. Cənnət haqdır, cəhənnəm haqdır, başqa hansı əməli olursa olsun, Allah onu cənnətə daxil edəcək. Görürsünüz. Şeyx Rabi buyurur ki, hədisi rivayət edib İmam Buxari, İmam Muslim, İmam Əhməd, Allah Teala hamısına rəhmət etsin. Və şeyx buyurur ki, Ubadət ibn Samit Əl-Ansari. Ənsardır, ənsarlardan da Ubadət ibn Samit və kənə mimmən şəhidə bey'ətey əl-aqabə əl-ulə və thəniyə. Bilirsiniz, iki dənə beyət olub, yəni Aqabə beyəti 2 dənə olub, birinci, ikinci beyət. Peyğəmbər sallallahu aleyhi ve sələmə bu iki Aqabə beyətində beyət eləyən sahabələrdəndir. Həmçinin başqa döyüşlərdə də Peyğəmbər sallallahu aleyhi ve sələmdən bir yerdə olub, iştirak eləyib döyüşlərdə. Kənə muallimən lil-Qur'an fil Mədinə. Mədinədə olanda Quran müəllimlərindən idi. Quran müəllimlərindən. Sonra buyurur ki, Sümmə fişşəm, sonra Şamda Quran öyrədirdi. Tuvuffiyə fi Beytil Maqdis. Beytil Maqdisdə dünyasını dəyişir. Allah ondan və bütün sahabələrdən razı olsun. Neçənci ildə? 32. Hicrətin 32-ci ilində vəfat edir. Sonra şeyx buyurur ki, Şeyx Rabi, yəni hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, kim şəhadət versə, yəni la ilahe illallah şəhadətin mənası nədir? Onu dili ilə desə və onun dəlalət elədiyini qəlbində etiqad eləsə və əməldə onu göstərsə. Yəni dillə demək, qəlbdə etiqad eləmək və o kəlmənin tələblərini yaşamaq. Kəlmənin tələblərini yaşamaq. Sonra şeyx buyurur ki, rahimehullah, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, vahdə, yəni tək, əy vahidən fərdən. Yəni tək olaraq, fərd olaraq Allahın şəhadətini versə. Yəni şəhadət eləsə ki, Allah Teala təkdir, birdir. İsə, deyir ki, İsa Huva İbn Məryəm Əl-Üzara. Bakirə Məryəmin oğluydu. Bakirə Məryəmin oğluydu. Sonra buyurur ki, kəlməsi idi. Əy xalaqahu bi qavlihi kun. Yəni Allah Teala onu kun kəlməsindən yaradıb. Allah Teala buyurur ki, Əl-İmran surəsində İnnə məsələ İsa indəllah kəməsəli Ədəm. Xalaqahu min turabin thumma qalə ləhu kun fəyəkun. İsa'nın Allah qatında məsələ necədir? Adəmin məsəlindədir. Onu torpaqdan yaratdığı kimi Adəmi. Ol dedi, o da oldu.
İsa aleyhissalam üçün də nə deyim Allah Teala? Kun, ol, o da olub. Sonra buyurur ki, فَكَانَ İsa بِقُدْرَتِهِ وَحِكْمَتِهِ İsa aleyhissalam Allahın qüdrətindən idi. Yəni onu elə yaratması, atasız yaratması Allah Teala'nın qüdrətini göstərir. Həmçinin Allah Teala bunda bir hikməti var. Allahın bunda bir hikməti var. Sonra buyurur ki, şeyx, ruhun minhu, yəni İsa Allahdan bir ruhdur. Ey İsa ruhun minəl arvah əlləti xalaqaha Allah və əvcədəhə. Yəni Allahın yaradıb var elədiyi ruhlardan bir dənə ruhdur. Yəni orada minhu ondan Allaha qayıtmır. Yəni İsa aleyhissalam Allahdan bir hissə deyil. Bilirsiniz nəsranilər İsa və anası barədə nəsranilərin də firqələri var. Necə Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? İftaraqatil yahud alə 71 firqatan. Yahudilər neçə? 71. Və iftaraqatin nasara alə 72 firqatan. Nəsranilər 72. Kimin firqələri çoxdur onlarda da. Bəziləri onlarda deyirdilər ki, İsa kimdir? Allahın özüdür. Allahdır. Bəziləri deyirlər ki, Allahın oğludur. Allaha sığınırıq bu sözlərdən. Bəziləri də nə deyirdilər? Üçüncüsüdür. Allah Teala buyurur ki, لَقَدْ كَفَرَ الَّذ۪ينَ قَالُوا اِنَّ اللّٰهَ ثَالِثُ ثَلَاثَ Artıq küfr elədilər. O kəslər ki, deyirdilər Allah üçüncüsüdür. Necə onlar deyirdilər? Hərəsi bir söz deyirdi ya onların. Biri özünə Allah deyirdi İsa'nın, biri deyirdi oğludur, biri deyirdi ilah anası ilə özüdür və ya ilahın oğludur, anasına ilah deyirdilər, ilahın oğlu deyirdi. Hərəsi birdir. Bəziləri də deyirlər ki, üçüncüsüdür. Yəni Allah, əuzubillah, ata, Məryəm, ana, oğul da kim? İsa. Allaha sığınırıq bunların hamısından. Şeyx buyurur ki, yəni o Allahın yaratdığı ruhlardan bir dənə ruhdur. Ya İsa ibn Məryəm. Başqa ayda Allah nə deyir? Əntə qultə linnəsi ittəxizuni və ummiyə ilahini min dunillah. Allah Teala deyir ki, ey İsa, qiyamət günü deyəcək bunu, onları təvbiq, yəni alçatmaq üçün ona ibadət edənləri. Ey İsa, sən mi dedin onlara, səni də anavı da məndən başqa özlərinə ilah götürsünlər? Qalə subhanəkə. O deyəcək ki, sən paşa müqəddəssən. Mə yəkunu li ən əqulə mə leysə li bihaqq. Mən necə sən öz haqqım olmayan bir şey deyə bilərəm? Sonra buyurur ki, Əl-cənnətə və-nar haqqun. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, cənnət, cəhənnəm haqdır. Əy ənəhumə səbitətəni haqiqə lə şəkkə fihimə. Yəni cənnət və cəhənnəm məsələsi sabitdir. Allah Teala danışanda cənnətdən nə deyir? Uiddət lil muttaqin. Kimlər üçün hazırlanıb? Allahdan qorxanlar üçün. Cəhənnəm üçün nədir? Uiddət lil kafirin. Bu nəyə dəlildir qardaşlar? Bu iki şey. Cənnət hazırlanıb müttəqilər üçün, cəhənnəm hazırlanıb kimlər üçün? Kafirlər üçün. Bu nəyə göstərir? Var. Hal-hazırda onlar var. İkisi də var. Əhl-i-sünnənin etiqadı nədir? Əhl-i-sünnənin etiqadı odur ki, cənnət, cəhənnəm hal-hazırda var. İkisi də və onlar heç vaxt yox olmayacaqlar. Necə ki, Əhl-i-sünnə vəl-cəmaə Quran sünnənin nasları ilə bunu izah ediblər. Və heç birində şək yoxdur. Sonra şeyx burada buyurur ki, Əl-mə'nəl icməli hədisin umumi mənası. Hədis əhatə edir özündə 5 dənə məsələni qardaşlar. İnşallah kim yazırsa yazsın, yadda saxlaya bilsə saxlasın. Çünki gözəl faydalar qeyd edilir. Şeyx buyurur ki, hədis özündə 5 dənə məsələni əhatə edir. Kim o 5 məsələyə iman gətirsə, əməl eləsə, batində və zahirdə savab nə olacaq qardaşlar? Savab. Cənnətə da. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm nə dedi? Ədxələhullahul cənnətə alə mə kənə minəl əməl. Başqa nə əməlləri olursa olsun, bu etiqadda olsa Allah onu cənnətə salacaq. O demək deyil, nə istəyirsən elə. Bəziləri başa düşür. Yeyir, içir, deyir, la ilahe illallah dedi əsas. Peyğəmbər sallallahu əleyhi və səlləm deməyib belə, Allah deməyib belə. Yeyir, içir, nə istəyir eləyir? Allah rəhəmlidir, bağışlayacaq. Belə yox. Belə yox. Onları da tərk eləməz. Amma səndən nəsə baş versə, tövbə eləməsi onlardandır. Qəsdən gedib nə gəldi eləyib, sonra Allah bağışlayan da Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə deyib. Və yaxud da məsələn kimsə eşidib ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim subhanallahi və bihamdih desə, onun günahları dənizin köpüyü qədər olsa, nə olacaq? Allah bağışlayır. O da nə istəyir eləyir, sonra deyir subhanallah və bihamdi, subhanallah və bihamdi, subhanallah və bihamdi 100 dəfə deyir ki, əvvəl salam getdi. O boyda günah eləyib, oğurluq eləyib, zülm eləyib ki, məsələn. Və Allah qorusun şirk eləyib. Elə deyil o, elə deyil o, başqadır. O zikirlərdə məqsədlərdən biri səni Allaha ibadətə bağlamaqdır. Dilvi zikri öyrəşdirməkdir. Sonra şeyx burada buyurur ki, deməli,
Beşincidən birincisi, qardaşlar, kim şəhadət versə ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur və o təkdir, onun heç bir şəriki yoxdur. Yəni, iman gətirsə Allaha sadiq şəkildə, yəqin olaraq etiraf eləyərək Allah Taala'nın təkliyini və Allahdan ibadət olunan məbudları tərk edərsə və bu şəhadətin gərəkdirdiyinə əməl etsə və Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinsə söz və əməl olaraq, onda nə olacaq? Birincini yerinə yetirmiş olur. Yəni, şəhadəti, la ilahe illallahı artıq kamilləşdirir özündə, yerinə yetirmiş olur. İkinci, qardaşlar, hədisin əhatə elədiyi, ənnə Muhammedən Rasulullah, şahidlik vermək ki, Muhammed sallallahu aleyhi ve sellem kimdir? Allahın Rasuludur. Yəni, bir insan qəti şəkildə etiqad etsə ki, Muhammed sallallahu aleyhi ve sellem Allahın Rasuludur, şəksiz etiqad etsə ki, Allahın Rasuludur. Allah onu göndərib kimə? İlə-səqaleyn, iləl-cinni vəl-ins. Bütün məxluqata, yəni cin və insan. Allah Teala buyurur ki, başqa ayədə, qul ya eyyuhən-nəs inni Rasulullah ileykum cəmiyyən. De ki, ey insanlar, mən sizin hamınıza göndərilmişəm. Allahın sizin hamınıza göndərdiyi Rasulam. Muhammed sallallahu aleyhi ve sellemdən öncəki Rasullar hamısı öz qövmünə gəlirdi. Lakin Muhammed sallallahu aleyhi ve sellem Allah Teala bütün yer üzərində göndərdi. Ona görə başqa ayədə deyir ki, Allah Teala İnnə arsalnəkə rəhmətən lil aləmin. Səni aləmlərə rəhmət olaraq göndərdim. Sonra şeyx burada buyurur ki, və qəbul eləsə ki, bütün aləmlərə göndərib onu, göndərdiyi risalət, yəni Muhammed sallallahu aleyhi ve sellemin gətirdiyi şəriət kamildir. Bütün xeyirləri özündə əhatə edən kamil bir şəriətdir və etiqad eləsə ki, Muhammed sallallahu aleyhi ve sellem nəbilərin xatəmi sonuncusudur, onun risaləsi sonuncu risalədir və iman eləsə ki, Muhammed sallallahu aleyhi ve sellem Allahın qullarından bir quldur, onu şərəfləndirib nə ilə? Risaləti ilə, ona bu dini verməklə və aləmlərə onu göndərməklə. Təbarəkəlləzi nəzzələl furqanə alə abdihi liyəkunə lil aləminə nəzira. Aləmlərə qorxuzan, çəkindirən olması üçün öz zikrini, öz kitabını quluna nazil edən Allah nə qədər xeyirxahdır. Təbarəkəlləzi nəzzələl furqan. Haqqı batildən ayırt edən o Furqanı. Furqan nəyin adlarındandır, qardaşlar? Quran-ı Kərimi. Haqqı batildən ayırt edən o kitabı öz quluna. Fikir verin. Allah subhanahu wa ta'ala Muhammed sallallahu aleyhi ve sellem hansı məqamda qul adlandırır? Kitabı ona nazil etməklə. Ən şərəfli olanı, ən şərəfli olana nazil etməklə Allah subhanahu wa ta'ala onun fəzilətini bildirir. Sonra buyurur ki, burada şeyx, Peyğəmbər sallallahu aleyhi ve sellemin əmirlərin yerinə yetirib, qadağalarından çəkinsə, uzaq dursa nəyə qadağa eləyib? Artıq Muhammed sallallahu aleyhi ve sellemin şəhadətini yerinə yetirmiş olar. Deməli, neçə oldu? 2. Birinci la ilahe illallah, ikinci Muhammed Rasulullah sallallahu aleyhi ve sellem. Üçüncü isə qardaşlar, şeyx buyurur ki, Əl-i'tiqad bi ənə İsa aleyhisselam abdun min ibadillah. İtiqad eləmək ki, İsa Allahın qullarından bir quldur. Və rasulun min rusulihi, rasullarından bir rasuldur. Və ənəhu leysə ibnə sifah kəmə yez'umul yahud. Və etiqad etməlidir ki, o zinadan əmələ gələn uşaq deyildi. Necə yahudilər? Nə deyirlər? Onlar deyirlər ki, anası bəği qadındır. Anası bəği qadındır. Ona görə Allah Teala nə deyir? Allah Teala deyir ki, onlar deyirlər ki, Məryəm surəsində nə deyirlər? Məryəmə deyirlər ki, sənin aton pis adam olmayıb baxı. Sənin aton deyir pis adam olmayıb. Onun da başqa yolun yolçusu olmayıb. Ki versiniz? İttiham elədilər ki, sən getmirsən, zina eləmirsən və nə eləmək istədilər? Öldürmək istədilər İsa aleyhissalamı. Ona görə Allah Teala deyir ki, ya İsa, inni rafi'uka ileyyə və mutahhiruka minəl-ləzīnə kəfəru. Ey İsa, sən qaldıracam özüm tərəfə və mutahhiruka minəl-ləzīnə kəfəru. Səni o kafir olanlardan təmizləyəcəm. Və ca'ilul-ləzīnə ittəbə'uka fawqal-ləzīnə kəfəru ilə yevmil qiyamə. Və sənə tabe olanları da qiyamətə qədər ən üstün olanlar eləyəcəm. Onlar onu öldürmək istəyirdilər. Allah subhanahu wa ta'ala neynədi? Xilas elədi onu və onlara neynədi? Onun bənzərini şubbihə ləhum. Öldürdükləri adam kim idi? Allah elə eləmişdi ki, onu oxşayırdı. Həmin adam deyildi. İsa aleyhissalamın özü deyildi. Nədir şeyx burada? Deyir ki, yəni etiqad eləmək lazım ki, Allahın qullarından bir quldur, rasullarından bir rasuldur və yahudilərin dediyi kimi zinadan əmələ gələn
Evlad deyil. Və leysə huvallah, həmçinin o Allah deyil. Və lə ibn Allah, nə də Allahın oğlu deyil. Və lə səlisə sələsə, nə də üçdən üçüncüsü deyil. Kəmmə yez'umun nəsara, necə bunu kimlər deyir? Nəsranilər. Bəl huva abdun min ibadillah, əksinə Allahın qullarından bir quldur. Arsalahullah ilə Bəni İsrail, Allah onu göndərib kimə? Bəni İsrailə nə üçün? Yed'uhum ilə ibadətillahi vahdə. Tək Allaha ibadət etsinlər deyə. Hətta az öncə qeyd elədiyimiz ayədə görsən nə deyir? O deyəcək ki, ey Rəbbim, sən paşa müqəddəssən. Mənim haqqım olmayan bir şeyi mən onlara necə deyə bilərəm? Allah ona nə deyirdi? Ya İsa ibn Məryəm, ey Məryəm oğlu İsa. Əntə qultə linnəs? Sən dedin onlara. Əntə qultə linnəs ittəxizuni və ummiyə ilaheyni min dunillah. Sən onlara dedin ki, məndən savay sənə də anavı da özünə ilah götürsünlər. Bir şey versən de ki, subhanək. Pak və müqəddəssən. O mənim haqqım deyil axı. Mənim haqqım olmayan bir şeyi mən necə onlara deyə bilərəm? Bu nəyə göstərir? İbadət aləmlərin Rəbbi olan haqqıdır. Ona görə də İbn Qayyim Muhammed sallallahu əleyhi və səlləmdən danışanda deyir ki, abdun la yu'bad, o quldur. Ona ibadət olmaz. Rasulun la yukezzeb. Rasul da yalancı saymaq olmaz onu. İşi nədir onun? Risaləti çatdırmaq. Bütün peyğəmbərlərin. Allah subhanahu wa ta'ala bütün peyğəmbərləri göndərəndə nə ilə göndərib? La ilahe illallah gedin deyin. Vəzifələri nədir? Çatdırmaq. Çatdırmaq. Ona görə Muhammed sallallahu əleyhi və səlləm vida həcində nə deyir? Onlara deyir ki, sahabələrinə çatdırdım deyirlər ki, bəli ya Rasulullah. Muhammed sallallahu əleyhi və səlləm barmağın qaldı nədir? Allahümme şəhəd. Allahümme şəhəd. Allahümme şəhəd. Allahım sən şahid ol. Allahım sən şahid ol. Allahım sən şahid ol. Neysə, mən çatdırdım. Ona görə İbn Ömər radiyallahu anh gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, La tutruni kəmə ətratın nasara İbn Məryəm. Nəsranilər Məryəm oğlu İsa'nı şişirtdikləri kimi siz də məni şişirtməyin. İnnəmə ənə abdun. Mən qulam. Qul. Fəqulu abdullahi və rasuluhu. Deyin ki, Allahın qulu və rasuludur. Qul deyəndə nə edir? Çıxardır orada Muhammed sallallahu aleyhi ve sellem. Deyir ki, qula ibadət olunmaz. Zaten gəlmişdi qulları qulluğa ibadətdən kimə yönəltməyə? Xaliqə ibadətə yönəltməyə. İndi bugün görsən Muhammed sallallahu aleyhi ve sellemin özünü yox, hələ bəşəriyyətin ən əfsəlidir. Ən əfsəli. Quran-ı Kərimdə Allah Teala bir çox ayələrdə onu və başqa peyğəmbərlərini risaləti nazil eləməklə üstünlüyünü, şərəfləndirdiyini, əzəmətli olduğunu göstərib bütün peyğəmbərlərin, xüsusən sonuncu Muhammed sallallahu aleyhi ve sellem. Hətta İbn Qayyim və bəzi alimlər deyirlər ki, Muhammed sallallahu aleyhi ve sellem, yəni hədislərə, ümumiyyətlə naslara əsasən bunu deyirlər. Muhammed sallallahu aleyhi ve sellem bütün peyğəmbərlərin cəmi ki var, nə qədər peyğəmbər olub? Onların cəmindən əfsəldir. Onların toplumu ki var, onların hamısından əfsəldir. Buna baxmayaraq, sən dua eləyəndə Allah Teala onun adını çağıra bilməzsən. Onun özündən nəsə istəyə bilməzsən. Ümumiyyətlə, sən bugünkü gündə Muhammed sallallahu aleyhi ve sellem haqqında etiqadın nə olmalıdır? Hamımızın dünyasını dəyişib, vəfat eləyib, risaləti çatdırıb gedib və salam. İşi onun bitib. Qaldı ki, onun nəvəsi, onun ailəsindən, onun nəslindən, zürriyyətindən kimisə ilahlaşdırıb Allah dərəcəsinə çatdırmaq. Məsələn, biz bu yaxında danışmışdıq ki, məsələn, möminlərin əmri, Əli, Allah ondan razı olsun, yəni lazım deyil onu o qədər şişirtmək, o qədər, yəni biz demirik, əlini sevmək lazım deyil. Xüsusən orada baxsalar, yəni insafla yanaşmaq lazımdır məsələyə qardaşlar. Bax, biz orada danışırıq. Biri baxır saqqala, biri baxır biri belə deyir, biri belə deyir. Sən buna baxma da. Hələ olsa mən də çox şey baxa bilərəm sənin üzündə. Ondan deyil axı. Əlhəmdə özü də bilir ki, bizim saqqalımız sünnədəndir. Biri deyirəm saqqalını çəkirik, yuyuruq vallahi 5 dəfə. Ən azı 5 dəfə, 3 dəfə yuyuruq, təmizləyirik, ətirlilik və s. Özümüzə baxırıq da, yəni da elə də deyil də, deyir saqqalın çək tökülür və s. Qalıb indi nə deyirsən? Mən deyirəm axı oradakı Əlini sevirik. Deyirəm ki, qardaş oğlunun adı Əlidir. Qardaşın qızının adı Fatimədir. İndi qaldı belə, işte deyə bilmir axı. Düşüb indi şübhəyə. Bu düz deyir görəsən, bu Əli, yəni bunlar Əli qoyurlar uşağın adına. Fatimə də qoymuşuq, Əli də qoymuşuq. Niyyətlənmiş inşallah. Olsa 2 dənə oğlan Həsənlə Hüseyni də qoyacaq. Allah hamıya salih evlatlar versin. Danışmışıq ki, Əli, bəli, bax, bundan böyük fəzilət verə bilməzsən sən ona. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, Allah və Rəsul onu sevirdi. Üstəlik bir dənə də xəbər verir ki, o da elə adam idi ki, Allah və Rəsulunu sevirdi.
Bundan artıq fəzilət lazım deyil. Yəni uydurasan nəsə, ona bir fəzilət verəsən ki, hətta biz onu sevək. Yoxdur. Özünü qoymuşdu Muhammed sallallahu əleyhi və səlləmin yatağına ki, öldürüləsə olsam qoy məni öldürsünlər, səni yox. Bu da fəzilət. 10 yaşında hidayət olub. Aydın, amma bütün bunlar o demək deyil ki, sən onu ilahlaşdırmalısan. Sən etiqad eləməlisən ki, Allah hər yerdə eşitdiyi kimi o da səni eşidir. Sənin dediyi Allaha çatdıracaq. Ümumiyyətlə bu etiqad ki var, İmam Hüseyin, Fatimə, İmam Əli olsun və s. Bunların hamısı. Sən onu harda olursansa olsun çağırsan, o səni eşidir. Artıq Allahın eşitməsini onu sən eyni tutmusan. Allah Teala nə deyir? Leysə kəmisli şey və huvəs-səmiul basir. Heç bir şey onun kimi deyil və onun mislində heç nə yoxdur, o eşidəndir, görəndir. Əgər onun kimi heç nə deyilsə, yaxşı sən necə hansısa bir məxluqu eşitməkdə, görməkdə, xəbərdar olmaqda onunla eyni eləyirsən. Axı Allah deyir, onun kimi heç nə yoxdur. Sən məsələn etiqad edirsən ki, sən Azərbaycanda düşsən dara, çağırsan ki, ya Əli, o eşidir. Yaxşı, Allahla onun eşitməsində nə fərq oldu ki onda? Ki, versən, sevgidə hətta aşırlar. Biz deyirik ki, yəni Əli sev, evladıva adın qoy, onun həyatını ged, onun kimi yaşa, qızın Fatimə kimi olsun, həyat yoldaşın Fatimə kimi olsun. Amma ibadət eləmə ona. Olmaz ona ibadət eləmək. Hətta Muhammed sallallahu aleyhi ve sellem özü deyir ki, ya Fatimə bint Muhammedin, səlini min məli məşid, la uğni anki min Allahı şeyə. Ey Muhammedin qızı Fatimə sallallahu aleyhi ve sellem, mənim malımdan nə sən götür. Qiyamət günü mən sənə Allah qatında fayda verə bilməyəcəm. Ki, versən. Onun özünə qiyamət günü salih əməllərə ehtiyacı olacaq. Sən onun özünü çağırırsan. Biz də bunu deyəndə deyir ki, nesin deyir, için yanı. Mən deməyim. Yaxşı. Sən də belə qal. Vallahi qiyamət günündə belə deyirlər ki, nesin için yanır, nesin sən deyir, təsəvvür belə bu cür zehniyyət var. Onlar belə fikirləşir ki, bunlar bizdən çox sevirlər Əlini. Biz də həsəd edirik ki, bunlar bizdən çox sevir. Gəl Əlinin hörmətdən salaq. Təsəvvür belə yanaşırlar. Birincisi sevməyən adam kimi ki sevmirsən. Məsələn, sən bir adama nifrət edirsən. Ağılda bunu qəbul eləmir axı. Bir adamı nifrət edirsən, nifrət elədiyin adamı, gözdən salmağa çalışdığın adamın adını gətirib evladıva vermirsən. Qardaşın oğlu olub, ona Əli vermirsən. Qızı olub, Fatimə vermirsən. Bu düşüncədir. Ağlında problem var axı sən. Sev. Amma necə? Tələb olunan sevgi. Və minən nəs mən yəttəxidə min dunillahi əndədən yuhibbunəhum kəhubbilləh. İnsanların içində Allah Teala deyir ki, Bəqərə surəsində elələr var ki, Allahdan qeyrilərini, Allahı sevdikləri kimi sevirlər. Təzəvvür kimi? Amma Allah Teala nə deyir? Möminlər əşədd hubbən lillah. Onların o Allahdan qeyrilərinin olan sevgisi var ha. Ondan da şiddətli sevgi ilə Allahı sevirlər. Sən belə olmalısan. Sən məsələn, sənin sevgivə baxanda məclisivə baxırsan, məclisdə 10 dəfə Allah adı çəkilirsə, 100 dəfə Əli adı çəkilir. Özün bir dənə özünə qaytar sual ver də. Yəni budur Allah sevgisi. Səndə əksini olmalıdır. Məclisinin əvvəlindən axırına qədər Allahdan danışılmalıdır. Bax, görsən? Belə olmalıdır. Belə başa düşür ki, biz alçaldırıq. İbadət Allahın haqqıdır və salam. Kim olur olsun. Muhammed sallallahu aleyhi ve sellem ən əfsəl adam olsa da belə, o nə deyir? Allahümmə la təcəl qabri vəsənən yu'bəd. Allahım, qəbrimi ibadət olunan bütə çevirmə və salam. Nə deyirsən buna? Hətta nə deyir ölən ayaqda? Lə'nəllahul yəhud və nasar. Allah əhli kitaba lənət eləsin. Niyə? İttəxadu qubur ənbiyaihim məsəcidə. Peyğəmbərlərin qəbirlərini neynədilər? İbadətgaha çeviriblər. Sən də indi getmirsən. Təsəvvür, buradan durur gedir adam həccə, ümrəyə. Qiblə belədir. Üzün döndərir Peyğəmbər sallallahu aleyhi ve sellem qəbrinə. Deyir ki, ya Rabbim, ya Rasulallah. Əleyhissallahu bikafin abdə. Allah öz quluna bəs eləmir. Deyir ki, ya mən günahkaram. Günahkar olduğuma görə Allah mənim duamı qəbul etməz. Salih insanla Allaha yaxınlaşmalıyam. Sən Quran-ı Kərimdən xəbərin olmadığına görə belə deyirsən. Allah sənin kimi günahkarlığa çağırır da elə. Qul ya ibadiyyəllədinə əsrafu
Alə ənfusihim. Lə təqnatu min rəhmətillah. Bir də bu ayəyə bax. Gör kimsə var orada. Deyir ki, de ki, ey günahları eləməklə nəfslərinə zülm eləyən qullarım. Allahın rəhmətindən ümid üzməyin. Görsən, burada heç kim yoxdur. Və salam. وَبْتَغُ اِلَيْهِ الْوَسِيلَ deyirlər. O ayə Allaha vəsilələr axtarın. Ondan sonra cihad deyir, vəsilə. Namaz deyir, vəsilədir. Bunlardır vəsilə. Hansısa qəbir sənin üçün vəsilə ola bilməz. O şirkdir, elə ölsün, vallahi Allah sənə bağışlamayacaq. Ən böyük şirkdir. Ən böyük şirkdir. Sonra şeyx burada buyurur ki, deməli qardaşlar, birinci nə oldu? La ilahe illallah. İkinci, Muhammed Rasulullah sallallahu aleyhi ve sellem. Üçüncü isə İsa'nın Allahın qulu kəlməsi və rasullarından bir rasul olmağına etiqad eləməkdir və göndərib onu Allah Teala Bəni İsrailə nə üçün? Onları tək Allaha ibadət eləməyə dəvət eləsin deyə. Sonra şeyx burada buyurur ki, Allah onu kun kəlməsindən yaradıb. Bu kun kəlməsi əddəllə alə-təkvin. Nəyə dəlalət eləyir? Oluşmaq, yaranmağa dəlalət eləyir. Sonra buyurur ki, yaratdığı ruhlardan bir dənə ruhdur. Əl-İmran surəsindəki 59-cu ayəni gətirinizə biz qeyd elədik. İnnə məsələ İsa indallahi kə məsəli Ədəm xalaqahu min turabin thumma qala lahu kun feyekun. Sonra şeyx burada buyurur ki, dördüncüsü qardaşlarım, ennel cennete haqqun. Cənnət haqdır. Yəni etiqad et ki, cənnət haqdır. Allah onu yaradı kimlər üçün? Qullarından ona itaət edənlər üçün. Allah Teala nə deyir? وَسَارِعُوا إِلَى مَغْفِرَةٍ مِنْ رَبِّكُمْ وَجَنَّةٍ أَرْضُهَا السَّمَاوَاتُ وَالْأَرْضِ اُعِدَّتْ لِلْمُتَّقِينَ. Rəbbimizdən olan bir bağışlanmaya, enliliyi yerlər və göylər qədər olan cənnətə, hansı ki o müttəqilər üçün hazırlanıb, tələsin deyir Allah Teala. Tələsin deyir. Həmçinin Allah Teala başqa bir ayda buyurur ki, İnnə lil-muttəqinə məfəzə. Müttəqilər üçün nə var? Nizat yeri. Və belə ayələr çoxdur. Etiqad eləmək lazım ki, cənnət Allahın itaat eləyən qulları üçün hazırlanıb və cənnət hal-hazırda var. Həqiqətdir, bunda şəkk eləmək olmaz. Çünki qardaşlar, bu şeyləri qeyd eləmək mütləq lazımdır. Bəzi insanlar, məsələn, mələklər haqqında nə düşünürlər? Onlar deyirlər ki, mələklər əslində mələk yoxdur. Belə fikirlər yayılır ki, mələk adında bir şey yoxdur. Mələk sadəcə insanların içində olan gizli bir dənə qüvvədir. Ki, mələklər, hətta mələklərdən danışanda Şeyx Semir Rahimullah Aqidət-ül Vasiyyədə qeyd edilir ki, mələklərin ağılları var, cəsədləri var, ruhları var. Görürsən, ağılları var, cəsədləri var, ruhları var. Deməli, ağılları var, cəsədləri var, ruhları var. Bir də ruhu dedim, 4 dənə, inşallah yadıma düşər deyərəm. Şeyx deyir ki, Rahimahullah, Allah Teala vəhiyini ağılsız bir məxluqa necə əmanət eləyə bilərdi? Təsəvvür edirsən, elə fikir yayırlar ki, müsəlmanların içində. Əslində, mələk deyilən bir şey yoxdur. Gizli bir dənə xeyir qüvvəsidir. Var, Allah Teala vəsf eləyib onların əməllərini, Peyğəmbər sallallahu aleyhi ve sellem xilqətin vəsf eləyib Cəbrail salamın. Həmçinin sonra şeyx deyir ki, cənnət hazırlanıb, var. Sonra deyir ki, cəhənnəm. Ənnən nara haqqun. Cəhənnəm haqdır. Yəni, etiqad elə ki, Allah Teala cəhənnəmi yaradıb, onunla hədəliyib kimləri? Kafirləri. Allah Teala buyurur ki, qardaşlar, Allah hamımızı bu sinifdən olmaqdan qorusun, kafirlərdən. Allah Teala buyurur ki, İnnəl-ləzīnə kəfəru və mətu və hum kuffar. O kəslər ki, küfr eləyib, ölüblər, küfür üzərində, onlar kafirlərdir. وَلَنْ يُقْبَلَ. Təsəvvür gətirir, heç vaxt ondan zərrəcəyi də qəbul olunmayacaq. Hətta təsəvvür elm əhli ixtilaf eləyib. Aydın da cəhənnəmə düşəcəklər onlar. Yaxşı hesabat olacaq onlara. İxtilaf eləyiblər ki, bəzilədir hesabat olmayacaq, bəzilədir hesabat olacaq. Niyə? Çünki əmirlər, namaz qıl, oruç tut, tövhidlə ibadət elə. Bunlar əmr olunub baxı. Bütün insanlara da yoxsa tək möminlərə. Elm əhlidir ki, bütün insanlara aiddir. Allah Teala onların hamısını bir-bir soruşacaq nə üçün? Onları alçatmaq üçün və özlərinə iqrar elətdirmək üçün ki, bəli, bizə belə əmirlər olunmuşdu, biz yerinə yetirmədik. O kəslər ki, küfr eləyib, kafir kimi ölürlər. وَلَنْ يُقْبَلَ مِنْ أَحَدِهِمْ مِلْءُ الْأَرْضِ ذَهَبًا وَلَوْ اِفْتَدَ بِهِ. Onlardan birinin yer dolusu qızılı olsa, istəsə ki, versin, Allah onu buraxsın. Qəbul eləməyəcək. وَلَنْ يُقْبَلَ مِنْ أَحَدِهِمْ. Birindən də qəbul. اُولَٰئِكَ لَهُمْ عَذَابٌ əlim.
Allah onlar üçün şiddətli əzab hazırlayır. Vəssalam. Getdin əbədi cəhənnəmlik. Allah bizi qorusun. Sonra şeyx burada buyurur ki, bu 5 məsələ kim sadiq şəkildə bunlara desə, iman gətirsə, gərəkdirdiyi şeylərə əməl etsə, Allah onu cənnətə salacaq, daxil edəcək cənnətə. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, hansı əməli olursa olsun Allah onu cənnətinə daxil eləyər. Bu etiqad üzərində olsa. Şeyx buyurur ki, günah deməli. Və zəlikə bisəbəbi təvhidihi və ixlasil ibadəti lillahi vahdə. Niyə? Çünki əvvəldə sadiq şəkildə şəhadət verib. Şəhadəti, tövhid onun günahlarını bağışlayacaq. Allah təala buyurur ki, in tectenibu kəbairə mə tunhavna anhu nukəffir ankum seyyiatikum və nudxilukum mudxalan kərimə. Əgər sizə qadağan olunan o böyük günahlar ki var, onlardan çəkinsəz, sizi çox hörmətli yerə daxil edəcək. Ara cənnətə. Və sonda şeyx qardaşlar burada qeyd edir ki, hədisdən çıxan faydalar. Birincisi odur ki, tövhidin fəziləti. Tövhidin fəziləti. Fəziləti nə idi? İndi qeyd elədik. Günahları bağışlayacaq. Tövhid varsa, günahları Allah Teala onunla bağışlayır. İkinci nədir? Allahın lütfünün və rəhmətinin genişliyidir qulları üçün. Üçüncü isə Peyğəmbər sallallahu əleyhi və səlləmin Allahın qulu və rəsulu olduğuna şəhadət eləmək, həmçinin bütün peyğəmbərlərin və onlarda həddi aşmamaq. Nə təfrit eləməmək, nə də ifrada varmamaq. Sonra buyurur ki, dördüncü, ennel usat minel muvahhidin la yuhalladun finnar. Asi adamlar, günahkarlar, tövhid əhlinin asiləri cəhənnəmdə əbədi qalmayacaqlar. Beşinci isə cənnətin, cəhənnəmin olduğuna iman gətirməyin vacib olması. Unutdum o hissəsini deyim, bəzilərinə deyirlər cənnət, cəhənnəm haqqında. Deyirlər ki, əslən belə şey yoxdur. Muhammed, əuzu billah, bu sözdən Allaha sığınırıq. Muhammed sallallahu əleyhi və səlləm özündən belə bir şey uydurub, cənnət adında bir şey təsəvvür elətdi insanlara ki, yaxşı əməl elə, sənin üçün cənnət var, içində belə olacaq. Əslində bir belə şey yoxdur. Niyə? Onları xeyir əməllərə yönətmək üçün. Cəhənnəm adında bir şey uydurub, onları pis əməllərdən çəkindirmək üçün. Belə eləsən səni yandıracaqlar. Əslində də belə şey yoxdur. Yəni insanlara sanki düz yaşamaq üçün ikidən uydurulmuş bir şeydir. Allah'a sığınırıq bu etiqaddan. Biz bu hədisdə gələn məsələlərin hamısına inşallah qəbul edirik, etiqad edirik və çalışırıq ki, tələblərinə də əməl eləyək. Allah Teala bizi də sizi də bağışlasın. Bütün xeyirlər hamısı Allahdandır. Elhamdülillahi Rabbil ələmin.